Tez bir dənə nəzəriyyəyə göz yetirək, görək verilənlər bazası ümumiyyətlə nədir uşaq. Biz proqram təminatından danışanda, software'dan danışanda demişdik, tətbiqi proqramlar özləri verilənlər bazası olmaqla, ofis proqramları olmaqla, ofis proqramlarında daha da parçalasaq, elektron cədvəlləri var, mətinlərin emalı proqramı var, verilənlər bazası proqramı var, sonra slaydları hazırlamaq üçün PowerPoint var və s. Bu kimi proqramları özündə göstərir. Verilənlər bazasında ən tanınmış proqramlardan biri Access proqramıdır. Access proqramı vasitəsilə biz nə edirik? Məsələn, bir şirkət düşünün. Bir şirkət orada müxtəlif cədvəllər qurur. İşçilər haqqında məlumatlar qurur. Bunu Access proqramı vasitəsilə həyata keçirə bilər. Access proqramında baxın uşaqlar. Belə bir arayüz olacaq. Əsas hissəsi olacaq relyasiya modeli. Yəni, relyasiya deyəndə həmişə yadınızda saxlayın ki, relyasiya cədvəl deməkdir. Baxın, burada bir işçilər haqqında cədvəl verilir. Müəyyən işçilər verilib, işçilər qeyd olunub burada. Həmin işçilər haqqında baxırıq məlumata. İşçilərin adı verilib, onların familiyaları, soyadları verilib, cinsiyyətlər verilib, male və female, doğulduqları ölkə verilir və s. kimi məlumatlar özündə əks etdirir. Access proqramında bizim istifadə edəcəyimiz digər üsullardan biri də ID-dir. Məsələn, biz ID-ni nə üçün istifadə edə bilərik? Sıralamaq üçün istifadə edə bilərik. Burada ID-ləri sıralayanda avtonom rejimdən də istifadə etmək mümkündür. Fikir verin. Məsələn, burada görün uşaqlar. ID yazılıb 1, 2, 3, 4 və ardıcıl olaraq bu qiymətlər özünü əks etdirir. Bunu əllə daxil etmirlər. Bunun üçün xüsusi bir hissə var. ID hissəsinə daxil olursunuz. Parametr bölümündə onu avtomatik autonumber olaraq qeyd edirsiniz və siz hər digər sətrə daxil olanda, məsələn, burada Harrison Ford'u yazdınız, Tom Hanks haqqında məlumatı daxil olanda, onun ID-si 2 olaraq ora düşəcək. Yəni, siz yeni bir sətrə daxil olanda, ardıcıl olaraq 2, 3, 4, 5 ID də dəyişiləcək. Bu, Access-ın özəlliklərindən biridir. Sonra Access-da digər bir məsələlərdən biri də açar məsələsidir. Açar nədir bəs? Açar odur ki, biz elə bir məlumatı stabil saxlayacağıq ki, hər bir sətrə daxil olanda bu dəyişilməyəcək. Bu açarı Excel-də olduğu kimi yadda saxlaya bilərsiniz. Excel-də biz dollardan istifadə edirdik ya. Məsələn, dollar S, dollar 2. Yəni, S2 xanası heç bir sətir və sütun üzrə dəyişiklikdə qiyməti dəyişilməyəcək. Açar da Access-də belədir. Biz açardan istifadə edəndə həmin parametr heç bir işçi haqqında digər məlumata keçəndə və ya başqa bir əlavələr eləyəndə o açarımız dəyişilməyəcək. O sabit olaraq qalacaq. Burada da açarı düzgün olaraq nizamlamaq lazımdır. Məsələn, biz gedib cinsiyyətə açar qoya bilmərik. Çünki burada qadın da işləyə bilər, kişi də işləyə bilər. Yəni, burada şəxsiyyətdən asılı olaraq cinsiyyət dəyişilə bilər. Ona görə onu açarlaya bilmərik. Məsələn, doğulduğu ölkəni açarlaya bilmərik. Doğulduğu ölkə, çünki burada qlobal bir şirkətdə görürük. Bəziləri Amerikadan doğulub, bəziləri İngiltərə, Fransa və s. Doğulduqları tarixi də açarlaya bilmərik, dəyişkəndir. Burada başqa adları da açarlaya bilmərik. Amma ID hissəsini açarlaya bilərik. Bu sayədə nə olacaq? Dəyişiklik avtomatik olaraq həyata keçirildiyinə görə bizdə başqa bir dəyişikliyə uğramaq məsələsi olmayacaq. Ona görə açarlamaya da Access-da fikir vermək önəmlidir. Baxaq bu hissəyə. Həmin dediyim parametrlər cədvəli baxın budur. Parametrlərin təyin etdiyimiz menyu budur. Bu menyuya daxil olanda görürsünüz. Buranı biraz da yaxınlaşdırım, daha yaxşı görün. Autonumber var. Baxın, burada yazılıb. ID, autonumber. ID-ni bizdə nə verilib? Autonumber olaraq verilib. Yəni, avtomatik olaraq biz yeni sətrə daxil olanda bizim qiymətimiz dəyişiləcək. Actor name. Actor name-i nə verilib? Short text verilib. Short text nə deməkdir? Qısa yazı deməkdir ingiliscə tərcümədə.
Çünki adı short text ona görə qoyurlar ki, ad nə qədər uzunluqda ola bilər. Ən uzun insanın adı 20 hərf, yəni 20 hərfə belə gedib çatmaz. 10, 12, 14 hərf olar. Short key də ortalama olaraq 20-25 hərfi özündə birləşdirir. Yəni 20-25 simvolu özündə birləşdirir. Family name də ona görə short textdən istifadə edilir. Sonra əlavə olaraq burada date time bölmələri var. Date time-dan da istifadə edilir. Date time-da da məsələn onun doğum tarixi və ya vəfat etdiyi bir cədvəl qurmuşuq. İşçilərin ümumi tarixi haqqında bir cədvəldir. Şirkət 200 illik bir şirkətdir. Bütün işçilərin relyasiya cədvəlini bizdən istəyir, tələb eləyir. Biz orada həmin işçinin əlbəttə 200 il boyunca vəfat edənlər də olacaq. Onların həm ölüm tarixlərini, həm də doğum tarixlərini date time parametri vasitəsilə cədvəlimizə daxil eləyə bilirik. Bu da baxın, açarımızdır. Açarımız olan hissə nə olacaq? Açarımız olan hissə fikir verin uşaqlar. Nə göstərilib burada? Prime key olaraq göstərilib. Prime key, biraz da yaxınlaşdırım, daha yaxşı görün. Prime key. Prime keydə fikir verin. Prime keydə uşaqlar. Görürsünüz ki, ID-ni qeyd eləyib. Niyə ID-ni qeyd eləyib? Çünki ID avtomatik olaraq zaten auto number rejimindədir. Dəyişiləcək. Amma biz zaten açarı bir yerə qoymalıyıq. Ona görə prime key-yə qoya bilərik. Biz aparıb ada qoya bilmərik, soyadı qoya bilmərik, ölüm, vəfat tarixi və ya doğum tarixindən qoya bilmərik. Mənasız olar. Ona görə açarı yerləşdirəndə burada index name hissəsində fikir verin, premier key yazılıb. Premier key hissəsini yerləşdirməyi bacarmalıyıq. Buna aid qarşınıza müxtəlif məsələlər də çıxacaq, məsələ yazılacaq, deyəcək ki, həmin məlumatlara görə açar harda ola bilər.